xeyir olsun müəllimlər. Bugünkü dərsimizin mövzusu əks əlaqə və rəy vermə olacaq. Nədir əks əlaqə, nədir rəy vermə? Əvvəlcə bunun nə olduğunu öyrənək və sonra artıq onların növləri haqqında sizə məlumat verək. Əks əlaqə hər hansı bir işin, fəaliyyətin, nəticənin yaxşılaşdırılması məqsədi ilə verilən bir informasiyadır. Bu günləri biz hətta fəal təlim iş üsullarında da görürük ki, əlaqə, əks əlaqə, yəni interaktiv fəal təlim nədir? İnteraktiv təlimdir də. Bəs bu interaktiv təlimin əsas xüsusiyyəti nədir? Ənənəvi təlimdən fərqi nədədir? İnteraktiv təlim, yəni interaktiv sözü özü əlaqə, əks əlaqə deməkdir. Əks əlaqə siz bəzi mənbələrdə feedback görəcəksiniz. Əlaqə uşaqla tərbiyəçi, müəllim arasında gedən qarşılıqlı informasiya mübadiləsidir. Yəni, müəllimin verdiyi məlumat, tapşırıq və göstərişlər uşağa ötürülür. Bəs əlaqə. Bəs əks əlaqə nədir? Əks əlaqə isə uşağın müəllimə və ya tərbiyəçiyə verdiyi cavabdır. Bu cavab onun tapşırığı necə başa düşdüyünü, yerinə yetirdiyini və ya hiss etdiyini bizə göstərir. Əks əlaqə müəllimə öyrənmənin nə dərəcədə baş verdiyini aydınlaşdırır. Yəni, əlaqə ilə əks əlaqənin fərqi budur. Əlaqə, deməli, bizim müəllim tərəfindən uşaq arasında gedən qarşılıqlı informasiya mübadiləsidir, yəni uşağa ötürülmədir. Əks əlaqə isə bir geri bildirişdir. Geri bildiriş. Yəni, artıq uşağın müəllimə və ya tərbiyəçiyə verdiyi bir cavab hesab olunur. Məsələn, bir misal üzərində deyim, deyirsiniz uşağa, yəni tərbiyəçi deyir, Sevda, sən bugün nə yaxşı rəsm işləmişsən, nə yaxşı ağac şəkli işləmişsən. Uşaq müəlliminə cavabda deyir, müəllimə, mən ağacı keçdim, onun yarpaqlarını yaşıl, gövdəsini də qəhvəyi rəngdə rəhlədim. Rəhliyim yaxşıdır belə müəllimə. Və burada nədir? Əvvəlcə tərbiyəçinin dediyidir, sonra isə artıq uşaq qayıdır tərbiyəçiyə deyir və ondan soruşur. Bax, burada artıq birinci də əlaqədir, ikinci də isə əks əlaqədir. Bax, əlaqə, əks əlaqənin əsas, yəni bildirilməsi bax bundan ibarətdir. Bəzən tərbiyəçilər deyir ki, nədir əlaqə, əks əlaqə? Əlaqə də, biz uşağa nəsə deyirik, soruşuruq. Yəni, bunların əsas fərqi bax budur. İndi əlaqənin, yəni biz deyirik effektiv əks əlaqə. Nədir effektiv əks əlaqə? Yəni, bizim bu əks əlaqəmizin bir keyfiyyəti olmalıdır, bir nəticəsi olmalıdır. Yəni, bir inkişaf yönümlü olmalıdır. Effektiv əks əlaqə, yəni bu günləri biz uşağa rəy veririk. Onun gördüyü iş barədə ona nəsə biz bildirim edirik də, uşaq bilməlidir. Yəni, əks əlaqə ümumiyyətlə müəllimlər öyrənmə prosesinin ən vacib, ayrılmaz hissəsidir. Və effektiv əks əlaqə müəllim uşaq arasında olan qarşılıqlı bir əlaqə hesab olunur. Effektiv rəy deyəndə müəllimlər, yadınızda qalsın, biz konstruktiv rəy nəzərdə tuturuq. Yəni, effektiv rəy nədir? Uşaqda bir keyfiyyətin, bir nəticənin olmasıdır və bu konstruktiv rəydir. Effektiv rəy uşaqlara vaxtlarını, artıq bildiklərini tətbiq etməkdənsə, daha çox diqqət etməli olduğu məqamları, aspektləri mənimsəməyə, sərf etməyə kömək edir. Yəni, bir effekt alınmalıdır bu. Effektiv rəy uşağa indi harda olduğunu və məqsədə çatmaq üçün nə üzərində işləməli olduğunu bildirməklə onlara verilən bir bizim istiqamətimizdir. Axı biz kimi? Biz bir
fasilitatorıq. Yəni fasilitator neyinir? Uşağı istiqamətləndirir, arxasıca aparır və effektiv əks əlaqə olmasa, uşaqlar hər hansı bir mövzunu öyrənərkən onun fərqinə varmadıqları bir səhv fikirlərə yiyələnə bilərlər və məqsədə necə çatacaqlarına əmin olmadan məqsədə doğru, məqsədsiz addımlaya bilərlər. Yəni biz onlara effektiv rəyin verilməsi, yəni bunun vacibliyini nədə görürük? Bax, bu məqamlarda. Və rəy verməni niyə vacibdir? Uşağın məqsədə çatmasına xidmət etməsi üçün. Bu günləri hər bir məşğələmizin, nəinki məşğələmizin, bizim bütün fəaliyyətlərin məqsədi var. Öyrəcidən məşğələnin məqsədi var. Bax, bu məşğələnin məqsədi ki var ha. Bax, bunun bütün elementləri, yəni məşğələnin bütün elementləri uşağın məqsədə çatmasının ünvanlanıb. Məqsədə çatmaq üçün də biz nə edirik? Ümumiyyətlə, məqsəd nədir? Məqsəd bizim məşğələdəki təlim nəticəmizdir. Yəni, uşağın məşğələnin sonunda hansı bacarığa yiyələnəcəksə, biz bunu əvvəlcədən görürük və məqsədimiz olmalıdır və biz buna çatmalıyıq. Ona görə də nə edirik? Rəy bildirərkən, onun aydın şəkildə ifadə edilmiş məqsədlər və yaxud da təlim nəticələri ilə əlaqəli olduğuna əmin olmalıyıq. Çünki biz əgər uşağa məqsədli rəy veririksə, onda uşaqlarda nəyi yaxşı etdiyi və dərsdə qeyd olunan öyrənmə məqsədlərinə uyğun olaraq necə inkişaf edə biləcəklər barədə bir fikir formalaşdırır. Biz bəzən rəy verə bilərik ümumi şəkildə. Deyə bilərək ki, sən çox yaxşı oğlansan, çox yaxşı eləmişsən. Amma burada uşaq bilməyəcək. O inkişafın hansı səviyyəsindədir onun işi, gördüyü iş. Burada nəyi yaxşı etdi, nəyi pis etdi, uşaq bilmir. Və biz effektiv rəy deyəndə müəllimlər, konstruktiv rəy nəzərdə tuturuq. Yəni, konstruktiv rəyin xüsusiyyəti nədir? Yaradıcıdır. İnkişaf yönümlü bir əks əlaqədir. Yəni, konstruktiv rəy uşağın və yaxud da müəllimin davranışını, işini düzəltmək, inkişaf etdirmək məqsədi ilə verilən təşviq edici, yönləndirici bir geri bildirişdir. Bu günləri təkcə uşağa rəy verilmir ki, siz tərbiyəçilər məşğələ verirsiniz. Sizin verdiyiniz məşğələr, bax, bugün, yəni may ayı ərzində yekun məşğəllərin vaxtıdır. Bu məşğəllər verəndən sonra sözsüz ki, o məşğəllər təhlil edilir. Yəni, sizin məşğələ haqqında, verdiyiniz məşğələ haqqında sizə rəylər bildirilir. Bax, bu rəyləri bəzən tərbiyəçilər, məsələn, mən özüm metodistəm, biz otururuq, baxırıq, tərbiyəçilər başlayır. Çox yaxşı məşğələ idi, xoşuma gəldi, yaxşı alındı. Burada effektiv rəy yoxdur. Yəni, bilinmir burada nədir yaxşı. Belə rəy vermək düzgün deyil. Yəni, bu inkişaf yönümlü də bir rəy deyil. Tərbiyəçi bilmir nəyi yaxşı etdi, nəyi pis etdi. Burada vacib olan şərt nədir? O yaxşı hansı tərəfdəydi? Müəllimin məşğələdə qoyduğu motivasiya və yaxud da aktuallaşma istifadə edibsə, aktuallaşması, dərk etmədə uşaqların o bilikləri, məlumatları öyrənməsi mi? Onları hansı yolla, hansı üsullarla öyrətməsi mi? Və yaxud da tətbiq etmədə artıq uşaqların praktik fəaliyyətində öyrəndiyini tətbiq edir, möhkəmlədir. Bax, orada istifadə etdiyi iş forması mı, iş üsulu mu? Yəni, o məqsədə çatmağa xidmət edirmi, etmirmi? Bax, bunlar aydın formada deyilməlidir. Yəni, konstruktiv rəyin xüsusiyyəti nədir? Konstruktiv rəy tənqid deyil. Konstruktiv rəy yönləndirmə məqsədi daşıyır. Sakit, nəzakətli və konkret ifadələrlə verilir. Nəyi yaxşı etdiyini, nəyi daha yaxşı edə biləcəyini göstərir, motivasiyanı artırır və uşağın özünə inamını gücləndirir. Eyni zamanda da sizin əgər məşğələyə baxılıbsa, sizin özünüzə inamınızı gücləndirir. Tutalım, məşğələ prosesində siz uşağa deyirsiniz, Sevinç, sən gülləri çox yaxşı rəhləmişsən, çox gözəldir.
İndi gəlin uşaqlar, yarpaqları da eyni qaydada yaşıl rəngliyək. Necə düşünürsən? Uşağa müraciət edirsən, necə düşünürsən? Yəni, yönləndirirsən uşağı. Bax, bu nə olur? Artıq uşaq bilir ki, nəyə yaxşıdır və sonra nəyi etməlidir? Yəni, sonra inkişaf etdirici məqamı nədir? Yəni, bugün bağçada uşağa konstruktiv rəy vermədən danışırıqsa, konstruktiv rəy effektiv rəydir, müsbət rəy verməlidir. Yəni, uşağın inkişafını dəstəkləyən rəydir. Uşaqda bir özgüvən hissi formalaşdıran rəydir. Uşağın özünə inamını artıran bir rəydir. Konstruktiv rəy vermək həm uşağın müsbət, uğurlu tərəflərini, həm də bugün üçün düzəldilməsi lazım olan, inkişaf etdirilməsi lazım olan sahələri müsbət bir şəkildə üzə çıxardır ki, nələr daha da yaxşı olmalıdır. Konstruktiv rəy məqsədi uşağın davranışlarını təhlil etmək və ona gələcəkdə daha yaxşı nəticələr əldə etməsi üçün dəstək verməkdir. Biz deyirik ki, gələcək yönümlü rəy. Yəni, bax, indi onlar necə verilir? Tutalım. Uşaq nəsə bir iş işləyib də, rəsmdir, girişidir, fərqi yoxdur. Nəsə bir şəkil keçib. Bu rəsmdə müəyyən, yəni mənfi tərəfləri var da, səhvləri var. Və yaxud da bir istiqamətə rəhləməyib, müxtəlif istiqamətə rəhləyib, biraz səliqəsi salınıb. Ola bilər ki, konturdan kənara çıxıb, biraz səliqəsiz alınıb. Nəsə bir səhv buraxıb da uşaq. Və tərbiyəçi nə edir? Yaxınlaşır, baxır uşağa. Konstruktiv rəy vermənin əsas xüsusiyyəti budur. Birinci, müsbət tərəfdən başlayır. Sənin rəsmin yaxşıdır, yaxşı işləmirsən. Rəngləri düzgün seçmirsən. Məsələn, torpağın rəngini vermək, ağacın rəngini vermək, günəşin rəngini vermək, qarışdırmayıb, rəngləri düzgün verib. Bunları deyirsiniz. Sonra isə müsbət tərəfi deyəndən sonra tərbiyəçi deyir. Amma bax, günəşin dairəsində biraz kənara çıxmısan. Şüalarla, günəşin şüaları ilə, bax, mərkəz, dairə hissəsinin rənglərini biraz qarışdırmısan. Biraz da diqqətli olaq, gələn dəfə sənin rəsmlərin bundan da yaxşı olacaq. Bundan da daha gözəl olacaq. Bax, konstruktiv rəy vermə budur. Yəni, uşağın müsbət tərəflərindən başlayırıq. Ondan sonra onun hansısa bir gücü, səhvi varsa onu deyirik və yenə də müsbət tərəfləri ilə tamamlayırıq. Yəqin ki, sizə müəyyən mənbələrdə qarşınıza sendviç üsulu çıxıb. Bax, bu sendviç üsulu nədir? Sendviç üsulu konstruktiv rəydir. Yəni, sendviç deyən kimi bu bulku formasında körək, onun içində kahı, pendir, kotlet oxşayan ət gözünüzün önünə gəldi. Niyə sendviç üsulu deyirlər konstruktiv rəyə? Çünki sendviç üzərində körəkdir. Sonra onun içi hissəsidir, yəni bir növ içlik deyək də, naçinka kimi o ət pendir. Yəni, biz körəyin üstü müsbət tərəflə başladıq, sonra o içliyi, onun mənfi tərəflərini verdik, sonra altdan necə yerinə nə gəlir? Həmin o sendviçin aşağı körək hissəsi. Yəni, üst körək, aşağı körək və ortada onun, yəni əti, pendiri. Bax, konstruktiv rəy budur. Və biz burada deyirik ki, mən əminəm ki, sən gələn dəfə biraz da daha yaxşı rəsm işləyəcəksən. Biz nə verdik uşağa? Gələcək yönümlü rəy verdik. Yəni, gələcəyə inkişafını dəstəklədik. Bax, bu da gələcək yönümlü rəy vermədir. Yəni, rəy vermə vaxtında verilməlidir. Gələcək yönümlü olmalıdır, inkişaf yönümlü olmalıdır. Vaxtında verilməyən rəy, niyə deyirlər ki, əks əlaqə zamanı rəy vaxtında verilməlidir? Əks əlaqə zamanı vaxtı düzgün tənzimləmək əsas şərtlərdən biri hesab olunur müəllimlər. Rəy dərhal verilməlidir. Dərhal, vaxtında verilməlidir. Çünki vaxtında veriləndə onun təsiri daha çox olur.
Əks əlaqə alan uşağın gecikmiş rəy alanlara nisbətən, yəni vaxtında o rəy verilən uşaqlar və biraz gecikən rəy verilən uşaqlara nisbətən onların inkişafında əhəmiyyətli dərəcədə fərq olur. Əhəmiyyətli dərəcədə fərq olur. Yəni, uşaq hər hansı bir tapşırığı yerinə getirir. Amma hələ ilk tapşırıqda müəyyən addımlarda səhvə yol verir. Yəni, iki tapşırıq vermişsiniz, o artıq birincidə bir səhvə yol verir. Yəni, uşağın bir düzgün strategiyası yoxdur. Yəni, bir iş üsulu, bir onu yerinə getirmə üsulu yoxdur. Yəni, strategiyası yoxdur. Və bundan sonraki tapşırıqlarda verdiyimiz ola bilər, test olsun, fərq yoxdur, hər hansısa bir tapşırıq olsun. Eynən də bu qaydada səhv olaraq yerinə getirir. Niyə? Çünki siz ona birinci tapşırıqda rəy vermədiniz. Neynədiniz? Gecikdirdiniz. Yəni, rəy vermənin vaxtında verilməsi, gecikməsi, bax, səbəbləri budur. Amma digər uşağa isə birinci tapşırığı yerinə yetirəndə hər hansısa bir səhvi var idisə, siz ona vaxtında da rəy verdiniz. Vaxtında verdiyiniz üçün ikinci tapşırıqda artıq o səhvə yol vermədi. Bax, bu rəy vermənin vaxtında verilməsidir. Və rəy verilmə nə vaxt qeyri-məhsuldar ola bilər. Ola bilər ki, heç də rəy vermələr həmişə məhsuldar olmasın. Həmişə bir uşaqda inkişaf səbəb olmasın. Nə vaxt ola bilər? Uşaq özünü həddən artıq ciddi nəzarət altında hiss edərsə. Yəni, uşaq onun çox yaxından izlənildiyini hiss edirsə, bu uşaqda özünü güvəni azaldır. Onu hiss etməməlidir. Digər səbəb nədir? Uşaqlar rəyi onlara nəzarət etmək cəhdi kimi qəbul edərsə. Yəni, artıq onu özünə nəzarət kimi başa düşür. Bax, uşaqlar burada əks əlaqəni onlara nəzarət etmək cəhdi kimi anlayır, başa düşür və tərbiyəçinin onların işini yönəltdiyini düşünürlər. Biz axı deyirik ki, tərbiyəçi istiqamət verir. Tərbiyəçi uşağın öyrənməsini, inkişafını əlindən almamalıdır. Yəni, istiqamət verəndir. Və digər üçüncü səbəb nə ola bilər? Uşaqlar narahatlıq yaradan rəqabət hiss edərsə. Yəni, bu günləri rəqabətli mühitlər var. Rəqabətli mühitlər motivasiya və nailiyyətlərə mənfi təsir göstərir. Uşağın həm yaşlıları ilə rəqabət aparmaq bu günləri çox uşaq buna hazır deyil. Yəni, bu uşaqda nə yaradar? Stres yaradar. Yəni, yaş baxımından, yaş xüsusiyyət də var da, uşaq rəqabətə hələ hazır deyil. Onu sarsıda bilər. Emosional olaraq o uşaqda bir stres yaradar. Bax, bu rəy vermənin uşaqları müqayisə etmək olmaz. Olmaz, bəli, olmaz. Bəs konstruktiv rəy vermənin əksi olan digər rəy vermə necə adlanır? Bu, destruktiv rəy vermədir, müəllimələr. Destruktiv rəy vermə, konstruktiv rəy vermənin əksi olaraq uşağın özünə inamını azaldır. Uşağın motivasiyasını zədələyir. Uşağı əksinə daha da yanlış istiqamətə yönləndirən bir yanaşmadır. Uşağın inkişafını dəstəkləmir. Əksinə onun səhvini biraz da böyüdür və uşağı həvəsdən salır. Məsələn, destruktiv rəy. Bayaq sizə misal keçdim rəsmlə. Eynən həmən vəziyyətdir, elə bilin, uşaq rəsmi işləyib, müəllim orada başa saldı ki, sən çox yaxşı işləmişsən, rəhləri düzgün yerində vermişsən, günəşin rəhləyəndə isə biraz kənara çıxmışsan, bu da şüalarla qarışıb, gələn məşğəllərdə, gələn rəsm dərs məşğəllərinizə daha da səliqəli işləyəcəksən, mən buna inanıram. İndi isə onun əksinə, bu nədir? Bu nə rəsmdir? Bütün qarışdırmışsan, günəş bilinmir hardadır, ağac bilinmir hardadır. Bu nədir? Torpağı heç yaxşı rəhləməmişsən. Sənin həmişə rəsmin belə alınır. Heç inanmıram ki, sən nə vaxtsa da bir səndə səliqəli rəsm alınar. Sən nə vaxtsa bir səliqəli şəkil tikə bilərsən. Və bu nə oldu?
uşağın işini heç qiymətləndirmədi. Yalnız uşağı tənqid etdi tərbiyəçi və uşağı inamını sarsıtdı, özgüvənini sarsıtdı. Uşaq bilmədi necə eləsin ki, gələn dəfə tərbiyəçi ondan razı qalsın. Yəni, gələcək yönümlü də heç nə demədi. Heç olmasa bir-iki cümlə desəydi ki, gələn dəfə günəşi belə ver, ağacı belə ver, nə? Biraz gələcək yönümlü nəsə olardı. Amma heç nə vermədi. Bax, bu destruktiv rəydir. Yəni, destruktiv rəyin uşağın inkişafına mənfi təsir göstərir, biraz da uşağı həvəsdən salır, məyus edir, yəni motivasiyasını aşağılayır, tənqid edir, onu mənfi hisslərə doğru sürükləyir və onun əsas xüsusiyyətləri nədir? Destruktiv rəy uşaqda özünü müdafiə, yəni hissi yaradır. Uşaq daim özünü müdafiəyə başlayır. Uşağın bacarıqları inkişaf etdirmir. Uşağın özünə hörməti, inamı azalır. Gələcəkdə nə etməlidir? Onu bilmir. Yəni, növbəti addımı nə olmalıdır ki, tərbiyəçi ona bildirsin ki, bu yaxşıdır. Bilmir. Çünki deyilmədi. Amma konstruktiv rəy, yəni konstruktiv əks əlaqə isə əksinə uşaqda inam, əməkdaşlıq mühiti yaradır. Uşağın bacarıqlarını inkişaf etdirir. Uşaqda bir özünə hörmət, inam, özgüvən artırır və destruktiv rəyin əksinə olaraqsa burada gələcəkdə nə iş görməlidir? Yəni növbəti addım nə olacağını artıq başa düşür. Uşaq başa düşür ki, bu dəfə bəli, uşaq başa düşür ki, günəşi rəngləyəndə şüalar aydın verilməlidir. Mərkəz hissənin, dairə hissəsi səliqə ilə kənara çıxmadan rəngləməlidir. İndi ola bilər başqa da güclü səhvlər olub, müəllim vurğulayır. Yəni artıq konstruktiv rəy vermədə uşaq bunu bilir. Və sizə də testlərdə bax bu xüsusiyyətlər veriləcək ki, hansı rəy vermədə inam, əməkdaşlıq bir mühiti yaranır, bacarıqları inkişaf etdirir, özünə hörmət, inamı artırır və bir bənddə verəcək ki, növbəti addımı təyin etmir. Aşağıdakilərdən hansı konstruktiv rəy verməyə aid deyil. Siz və burada hansını seçəcəksiniz? Növbəti addımı təyin etmir. Yəni, bu konstruktiv rəy vermənin xüsusiyyəti deyil. Bu, destruktiv rəy vermənin xüsusiyyətidir. Buyurun, müəllimələr, mən Sevda Süleymanovanı görürəm. Sevda Süleymanova Leyla müəllimə sual vermək istəyir. Neçə dəfədir əlini qaldırıb. Buyursun. Buyurun, Sevda müəllimə. Ola bilsin, əli təsadüfən də belə olur. 2 dəfə oldu. Aha, buyurun, digər müəllimələr, kimin sualı var? Buyurun, rəy vermə haqqında, əlaqə, əks əlaqə. Bir balaca ümumiləşdirək. Buyurun. Buyurun, Leyla müəllimə. Xanımlar, deməli, biz dedik ki, rəy vermə tərbiyəçi müəllimin həm psixoloji, həm də pedaqoji qabiliyyətinə aydınlıq gətirir. Yəni, müəllim əgər düzgün rəy verirsə, bu, uşağın Nurla müəllimə dediyi kimi, həm dəstəkləyici mühitini düzgün qurulmasına, həm uşaqlara düzgün istiqamət verməsinə, həm uşaqda özgüvən yaranmasına səbəb olur. Bir növ müəllim kimdir? Fasilitatordur, bələdçidir, uşaqlara istiqamət verəndir. Və burada bir sualım var sizə, mümkünsə cavablandırın. İndi az-çox əks əlaqə haqqında məlumat aldınız. Sizcə, həmin o əlaqəni, rəyi təkcə təlim fəaliyyətində mi verməliyik biz? Kim deyər? Sırada müəllimə verməliyik, oyunda. Təlimdən kənar fəaliyyətə verilməlidir. İstər oyunda, istər... Aha, indi mikrofonları bağlayaq. Yəni, onlara kömək eləməliyik. Hər dəfə onlara kömək eləməlidir, Leyla müəllimə. Tək təlimdə yox. Yaxşı, mikrofonu bağlayaq. Yəni, qızlar, deməli, təkcə təlim fəaliyyətində yox, uşağın təlim fəaliyyəti nədir? İdraki prosesdir, düzdür, idraki qabiliyyət. İstər emosional, bir də görsün ki, dalaşdılar, özlərinin kimsə kimin oyuncağını tutdu, aldı, kimsə kimi itələdi və yaxud da ki, davranışı ilə bağlı və yaxud da ki, ünsiyyətlə bağlı lazımsız sözlər istifadə elədi. Əlbəttə ki, bax, bütün bunları müəllim
yerindəcə Nurlan müəllimə demiş ki, rəy vaxtında verilməlidir. Yerindəcə müdaxilə edərək həmin uşağa öz münasibətini bildirməli. Məsələn, uşaqlardan biri yoldaşının birinə qarşı kobudluq göstərdi, elə deyil. Müəllimə yaxınlaşır, sən özünü yoldaşının yerinə qoy, gör sənə belə eləsələr sənə xoşmu gələr deyə sualı ilə ona müraciət eləyir, onu düşündürməyə və gördüyü işə münasibət bildirməyə yönəldir. Deməli, əks əlaqə tədris prosesinin və Nurlan müəllimə də vurğuladı ki, düz mərkəzində dayanan bir məsələdir ki, bu da nəyə əsaslanır? Müşahidəyə əsaslanır. Və Nurlan müəllimə qeyd elədi. Əks əlaqə necə olmalıdır? Konkret, spesifik. Məsələn, mən deyə bilərəm ki, sən özünü çox pis aparırsan. Bu nə oldu? Ümumi oldu. Yəni, uşaq konkret olaraq bilmədi ki, nəyi pis eləyirəm. Yəni, konkret o deməkdir ki, uşağa nəyi səhv etdiyini ya da nəyi yaxşı, necə edəcəyini anlamaq üçün bir fikir bildiririk. Elə deyil. Mən təkcə desəm ki, sən özünü pis aparırsan, belə rəy uşağı irəliyə getməyə imkan verməyəcək. Uşaq bilməyəcək ki, mən konkret olaraq nəyi pis elədim görən. Bu ümumi fikir olduğu üçün ona görə dedik ki, nə olmalıdır rəy? Spesifik, konkret olmalıdır. Sonra Nurlan müəllimə dedi ki, fəaliyyət, daha doğrusu fəaliyyəti uğurlu tərəfdən başlamaq. Yəni, uşağı əvvəl yaxşısından başlamaq, əlbəttə ki, bu düzgün fikirdir. Yəni, uşağın istər-istəməz, lap belə pis rəsm çəkib, lap belə heç onda alınmayıb. Amma az-çox bu uşaq bir səy göstərib də, nə isə eləməyə bir çalışıb, bir əziyyət çəkib, amma onda alınmayıb. Ola bilsin ki, ya yaxşı qabiliyyəti hələ yoxdur, hələ o qədər də bacarığa yiyələnməsə də, uşaq müəyyən mənada bir vaxt sərf eləyib, səy göstərib, enerji itirib, amma alınmayıb. Ona görə də nə etməliyik? Onu yaxşısından başlamalıyıq ki, düzdür, sən ağacı çəkməyə çalışmısan, budaqları da çəkmisən, amma çox yaxşı da çalışmısan, amma bu müəllimə göstərir. Nələr alınmayıbsa, onları vurğulayır və deyir ki, bax, bunları belə eləsən daha yaxşı olar. Gələn dəfə bunu belə eləsən, mütləq səndə alınar. Yəni, nədən başladıq? Uğurlu tərəfindən. Çünki uşağı mütləq ruhdan salmaq olmaz. Sonra Nurlan müəllimə bir də vurğuladı ki, rəy necə olmalıdır? Gələcəyə yönəlik olmalıdır. Onu da bildik. Vaxtında verilməlidir. Onu da dedik. Bir söz də var, orada deyir, uşağın şəxsinə yox, onun fəaliyyətinə yönəlik olmalıdır. Yəni, bu da o deməkdir ki, uşağı digər uşaqla müqayisə etmək olmaz. Bir uşağı başqasını təriflədikcə, o da həmin uşağa qarşı onda qıcıq yarana bilir. Və dedik ki, həssas olmalı. Rəyi həssas verməliyik. Yəni, bəzən görürsən ki, müəllimə yaxşı söz deyir, amma tonu amiranadır. Elə deyir ki, uşaq onu bir yaxşı kimi qəbul eləyə bilmir. Yəni, tənqidə deyil, dəstəklənməyə yönəlməlidir. Həssas olmalıdır. Uşaq hiss eləməlidir ki, müəllim onun tərəfindədir, müəllim onu danlamır, müəllim onun dostu yox, yəni istiqamət verənidir, onu çətinlikdən qurtarmaq üçün gözəl fikirlər söyləyəndir. Yəni, uşaq çəkinməməlidir müəllimdən. Bu da nədir? Həssaslıq olarsa, pozitivlik olarsa, uşaq əlbəttə ki, özünü rahat hiss eləyəcək. Və əks əlaqənin çoxlu növləri var. Məktəbdə müəllimlərinin mövzularında daha çox orada növlər qeyd olunub, amma biz daha çox 4 növünə müraciət eləyəcəyik bu gün. Daha çox bu növlər, belə deyək də, daha çox istifadə olunur. Yəni, biri korrektə edici rəydir. Yəni, korrektə nə deməkdir? Müəyyən bir mətni yazanda kimsə baxıb orada səhvləri axtarır, ona düzəliş verir. Korrektə nədir? Düzəliş vermək, səhvləri aradan qaldırmaq. Burada da müəllim uşağın doğru informasiyalar hazır şəkildə təqdim edilir. Məsələn, uşaq deyir şeir və yaxud da ki, nağıl söyləyən uşaq bir sözü təkrarən səhv deyir. Son ki, nağıl danışır, deyir qırmızı papaq məsələsində. Amma tərbiyəçi uşağın sözünü kəsmədən, yəni onu demir ki, ay uşaq düz demirsən, qırmızı deyil, qırmızıdır, yox. Sözünü kəsmədən müdaxilə edərək
doğru, qırmızı papaq deyə vurğulayır dəfələrlə. Beləcə uşağın sözün düzgünlüyünü dəfələrlə eşidir ki, görür ki, müəllim bunu vurğulayır. O da çalışır indi nə qədər bacaracaqsa düzgün istifadə eləsin. Yəni belə rəy vermə bir növ korrekt edici rəy kimi adlanır. Digər rəy növü təsviri əks əlaqə adlanır. Təsviri rəy vermə. Təsvir nədir? Elə bil ki, bir növ o şeyi təsvir eləyəcək müəllim. Yəni uşağın fəaliyyətindəki ya uğuru, ya çatışmamazlığı haqqında sadəcə olaraq detallı şəkildə izahını bildirəcək. Sən dərsdə aktiv idin, amma digər yəni diqqət yetirməli idin ki, sənin cavabların o qədər tələsi idi ki, bəzən aydın olmurdu ki, sən nə deyir. Yəni sadəcə olaraq uşaq necə hərəkət elədi, müəllim onu təsvir elədi. Burada münasibət bildirmədi. Yəni dedi ki, sən çox aktiv idin, hətta cavabların da çox tələsik idi. Bu oldu nə? Təsviri əks əlaqə. Bir də Nurlan müəllimənin vurğuladığı və daha çox bizim istifadə edəcəyimiz konstruktiv əks əlaqədir ki, bu daha dərindən aydınlaşdırıldı Nurlan müəllimə tərəfindən. Bir də qısa bir mən də deyim ki, yəni bu da uşaqların nə dedik, nəyi düzgün, nəyi yanlış yerinə yetirdiyi haqqında məlumat olacaq. Yəni, həm də ki, o səhvi necə düzəltməyin yolları göstəriləcək uşağa. Yəni, məsələn, deyək ki, sən uşağa deyirik ki, sən rəflərdə çox səliqə yaratdığına görə artıq axtardığın kitabı rahat tapa biləcəksən və buna görə də sən daha səhər çantanı tez yığıb dərsə gecikməyəcəksən. Yəni, mən uşağa nə iş gördüyünü təriflədim, yaxşı münasibət bildirdim və onun nəyə görə bu xidmət, uşaq da neynədir? Gördüyü kimi işinin nə qədər dərəcədə müsbət olduğunu anlayacaq və uşaq deyəcək ki, sən də daha bundan sonra dərsə gecikməyəcəksən. Və yaxud da ki, motivə edici əks əlaqə var. Burada da uşağa motivasiya yaradırıq. Yəni, daha çox emosional dəstəklənməyə xidmət eləyən bu əks əlaqədir. Yəni, uşağa ruh veririk, həvəsləndiririk, onu motivə edirik. Məsələn, deyirik, afərin, əhsən, bu nidalardan istifadə edə bilərik. Amma bunun da dərəcəsində. Yəni, bəyəndim, yaxşı cavabdır. Beləcə davam etsən, uğur həmişə səninlə olar. Yəni, uşağa həddən artıq tərifləmək, ego yönümlü rəy olmaz. Səndən olmaz, sən əlasan, sən supersən. Belə rəylər uşaqda o ego, yəni mən hamıdan yaxşıyam, məndən olmaz kimi fikirlər yaradır və beləcə də nəticədə uşaq hardasa bir səhv eləyəndə tez sınır, tez həvəsdən düşür və ruh düşkünlüyü yaranır uşaqda. Və ümumilikdə fikrimizi yekunlaşdırsaq, deyə bilərik ki, nədir əks əlaqə? Uşağa dedik ki, diqqət, hədəfə, məqsədə çatdıran, hədəfə aparan, yəni müəllimənin dediyi kimi, təlim nəticəsinə çatdıran bir qiymətləndirmədir. Bu da bir davamlı şəkildə mütləq vaxtında aparılmalıdır. Bu qədər, yəni rəydə yenə dedik ki, necə olmalıdır? Müsbət olmalıdır. İndi görüm nə qədər dərəcədə siz mənimsədiniz bu mövzunu. Burada çox yox. 4 dənə test var, qızlar. Mən çox xahiş edirəm. Siz burada chat bölməsində testimizin birinci testimizə baxın. Birincini biraz böyüdüm və siz oxuyursunuz birinci testi və cavabı burada qəşəng kvadrat şəklində bayrağa oxşar bir işarə var. Onun üstünə basmaqla bax orada cavabı yazırsınız. Görə kim yazır? Neçə nəfər cavab yazdı? Bir nəfər. Daha. Müəllimələr biraz aktiv olun, zəhmət olmasa. Bax, aktiv olmasız gələn dəfə test zad olmayacaq.
Hə. Necə başa düşdünüz, necə anladınız, eləcə yazın və indi izahını verəcəm. Nə oldu? Yəni biz də çalışırıq ki, həm əlaqə olsun bizim bu dərslərimizdə, həm əks əlaqə olsun. Bəli, Məsələn, tamamilə biz doğru. sizə nəyisə yönəldiriksə, siz də onun cavabını bizə qaytarasınız. Yəni sizdən də biz o əks əlaqə, geri bildirimi görək. Tətbiq etmə prosesi. Bəli, tətbiq etmə. Aha. Hətta D yazanlar da var. Yazdıq ki, müəllimə deməli keçən məşğələdə testlərdən çətinlik çəkdin, hə, çəkirdin. İndi yaxşı həll edirsən. Rəy vermənin hansı xüsusiyyəti əks olunub? Aha, A da yazan var. Müəllimə, burada C yazanlar doğru yazıb. Çünki burada nə edir? Uşağı fəaliyyətə yönəlir. Sən keçən dəfə necə yaxşı yazdınsa, indi yəni ona görə də bu çətinliyi, belə deyək də, məşqədə çətinlik çəkirdin, indi daha, yəni onu biraz da daha yaxşı fəaliyyətə yönəlir ki, indi daha yaxşı eləyirsən. C variantı doğru. İkinci sualımıza baxaq. Yenə bunu biraz da böyüdüm ki, siz üçün yaxşı oxuya biləsiniz. Buyurun. D bəndi. D bəndi. 2-də yazın zəhmət olmasa yazın. 2-də dedi qoyun. Baxın müəllimə, orada birinci hansı söz burada verilib? Baxın. Böyütdüm biraz da. Görünür. 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 Cavab nə oldu? D bəndi. Aha. Sonra D değil. Sonra yazın zəhmət olmasa tez. Artıq şaşırmazlar. Nə oldu? Yazırlar Zeynə müəllim, yazırlar. A bəndidir müəllim, A bəndi. Afərin qızlar, afərin. Çünki sözün əvvəlində artıq ipucu var. Əhsən sözü varsa, nə edirik biz? Motivə eləyirik uşağı. Doğru. Növbəti testimizə baxaq. Biraz da böyüdüm. Böyüdə bilmirəm. Görünürmü? Görünür. Biraz da böyüdək. B bəndi. B bəndidir cavab. Danışmırıq, yazırıq. Aferin. Əksəriyyətiniz düz yazırsınız. Evet. Çox yaxşı qızlar. Tamamilə doğru. Və sonuncu. Bəli, B cavab. Düz yazdınız əksəriyyətiniz. Yəni deməli hamınız B yazdınız, düz idi. Və sonuncu sualımızda biraz böyüdüm. Və burada nə deyirik? Verilənlərdən hansı effektiv, yəni konstruktiv rəydir? Sol işarəsi qoymamışdım, unutum. Hə. Görək. Bax, birinci suala qulaq asın. Yazın. Amma birinci suala baxın. Deyir ki, problemin həlli yollarını düzgün göstərmisən. Amma bəzi məqamlarda səhvə yol vermisən. Çalış ki, o səhvləri etmə. Biz nə dedik? Müəllimə, bu videonu YouTube-da yerləşdirəcəksiniz. Bəli, Çox sağ ol. dəyməz. Bəs bəzi məqamlar deyəndə biz nə dedik? Spesifik olmalıdır. Bu uşaq nə bilsin, hansı məqamlarda bu səhv eləyib? Deməli, bu konstruktiv rəy deyil. A yazanlar deməli səhv yazır. Sonra Yəni uşağın səhvi
aydın verilməyib. Bəli, ümumi verdi. Bəzi məqamlarda səhv etmisən. Biz nə dedik? Biz dedik dəqiq, konkret, spesifik olmalıdır. Düzdürmü? Daha sonra bəy oxuyaq. Qrup işindəki müzakirədə fikrin aydın idi, əla. Amma yoldaşlarına danışmağa imkan vermirsən, belə olmaz. Aha. Bu hansı bəy oldu? Ha? Destruktiv. Bəli, uşağı çığırdı, qışqırdı, belə olmaz. Cem, D variantı. testin həlli zamanı çoxlu səhvlərə yor vermisən. Heç səndən gözləməzdim. Bu da Uşağı destruktiv. neynədik? Yenə də həvəsdən saldı. Və Bu bəndi. bəli, D yazanlara İtiraz edelim. Bu bəndi. təşəkkür elədik və dərsimizi bitirdik. Bu qədər. Biz sağ olun. Hə, siz sağ olun ki, iştirak elədiniz. 52 nəfər. 3 dənə qrupa yatmışıq. Nəysə. Müəllimə, axşamınız xeyir olsun. Mövzudan kənar olsa da sizə bir sual verə bilərəm. Verin müəllim. Müəllimə, bu uşaqlar